Turşuların qrafik formullarını quraşdırarkən bəzi qaydalara əməl eləmək lazımdır. İlk olaraq turşunu yaradan elementi yazmaq lazımdır. Bax, sulfatdırsa nəyin turşusudur? Kükürdün. Ortofosfatdırsa fosfor. Karbonatdırsa karbon. Metasilikatda silisium. Azotun turşularında azot. Demək, ilk olaraq dedik, turşu yaradan elementi yazılır. Məsələn, biz indi fosforun turşusunu düzəldəcəyik, qrafik formulunu. Ona görə mən mərkəzi bir fosfor yazıram. Daha sonra turşunun əsaslığını göstərən hidrogenlər, tutaq ki, fikrimdə tutmuşam H3PO4. 3 əsaslıdır. Turşunun əsaslığını göstərən hidrogenlər oksigen vasitəsilə, oksigenin vasitəçiliyi ilə mərkəzi atoma birləşdirilir. Oksigen atomunun sayı hidrogen atomunun sayından çoxdursa, baxın bizim misalda çoxdur. Qalan oksigen 2 qat rabitə ilə mərkəzi atoma birləşdirilir. Bu şəkildə. Aydındır uşaqlar. Unutmamaq lazımdır ki, oksigen 2 valentli, hidrogen isə 1 valentlidir. İndi gəlin, kükürdün turşusunun formulunu düzəldək. H2SO4. Əvvəlcə mərkəzə kükürt yazırıq. Sonra hidrogenlər oksigen vasitəsilə mərkəzi atoma birləşdirilir. Əlavə bir oksigenlərimiz qalıb. Bayaq dedik ki, əgər oksigenin sayı hidrogenin sayından çoxdursa, onda həmin oksigenləri mərkəzi atoma 2 qat rabitə ilə birləşdirmək lazımdır. Digər turşulardan fərqli olaraq iki turşu H3PO3 və H3PO2 turşularında hidrogenlərin sayı turşunun əsaslığı ilə üst-üstə düşmür. 3 hidrogeni var, 2 əsaslıdır. 3 hidrogeni var, 1 əsaslıdır. Bunun da səbəbini gəlin qrafik formuluna açıqlayaq. Əvvəl düzəldək H3PO3-ü. Yenə bayaq dediyimiz kimi fosfor yazırıq mərkəzə. 2 əsaslı olduğuna görə 2 hidrogenini oksigen vasitəsilə mərkəzi atoma birləşdirək. Belə. Bizim bir oksigenimiz qalıb kənarda. Həmin oksigendə 2 qat rabitə ilə mərkəzi atoma birləşdirdik. İndi yerləşməyən bir hidrogen var. O hidrogeni mərkəzi atoma 1 qat rabitə ilə birləşdiririk. Və niyə bu turşu 2 əsaslı olur? Çünki oksigen vasitəsilə birləşən hidrogenlər metalla əvəz oluna bilir. Bu hidrogenlər. Ona görə də 2 əsaslıdır. İndi H3PO2 formulunu düzəldək. Mərkəzi atom fosfor, 3 hidrogeni 1 əsaslıdır. Oksigen vasitəsilə birini fosfora birləşdiririk. Artıq oksigenimiz varsa, onu mərkəzi atoma 2 qat rabitə ilə birləşdiririk. Kənarda bizdə 2 hidrogen atomu qaldı. 3 hidrogenin biri yerləşib. Kənarda qalan hidrogenləri də birbaşa mərkəzi atoma sigma rabitə vasitəsilə birləşdirdik. Turşuların tərifində turşular metal atomu ilə əvəz oluna bilən hidrogendən və müxtəlif turşu qalığından ibarət olur deyilirdi. Metal atomu ilə əvəz oluna bilən hidrogenlər oksigen vasitəsilə mərkəzi atoma birləşən hidrogenlərdir. Burada da budur həmin o hidrogen. Fosfit turşusunda 2 hidrogen fosfora birləşir, hipofosfitdə isə 1 hidrogen oksigen vasitəsilə birləşir. Ona görə də bu olur 2 əsaslı, bu olur 1 əsaslı.